Baha qiymətə satılan, lakin keyfiyyəti olmayan dərman preparatları tibb ocaqlarında ölüm hallarının qeydə alınması və ən əsası ixtisaslı kadr çatışmazlığı son günlərdə səhiyyə sahəsində ən çox müzakirə olunan mövzulardır. Bəs görəsən bu neqativ halları aradan qaldırmaq üçün hansı tədbirlər görülür? Səhiyyə naziri Oqtay Şirəliyev Bərdə rayonunda olarkən bu məsələlərə aydınlıq gətirib. Sağlam insan, sağlam ailə isə sağlam cəmiyyət deməkdir. Ancaq son illərdə əhali arasında yayılan müxtəlif xəstəliklər səbəbindən xəstəxanalara üst tutanların sayı çoxalıb. Bu isə dərman preparatlarına olan tələbatı artırıb. Xəstə insan təbiidir ki, sağalmağına tez qovuşmaq üçün keyfiyyətli dərman axtarır. Ancaq bahalı dərman keyfiyyətli dərmandır anlamına gəlmir. Əczaxanalarda insanlara bahalı, ancaq keyfiyyətsiz dərmanların satışının qarşısını almaq üçün Səhiyyə Nazirliyi müəyyən tədbirlər görəcək. Tapşırıq sərəncam Cənab Prezident tərəfindən verilib. O tapşırıq həm İqtisadi İnkişaf Nazirliyinə, həm Səhiyyə Nazirliyinə verilib və indi o sahədə çox gərgin iş gedir ki, dərmanların qiyməti tənzimləsin. Onun nəticələrini də əlbəttə ki, mətbuat ilk növbədə biləcək. Səhiyyə sahəsində ən problemli məsələlərdən biri də xəstəxanalarda qeydə alınan ölümlərlə bağlıdır. Nazir bildirib ki, bu məsələdə heç bir tibb işçisinə güzəşt edilməyəcək. Günahı olanlar bağışlanmayacaq. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin komissiyaları var. Doğuşa yardım komissiyası, uşaq ölümü ilə və ümumiyyətlə uşaq sağlamlığı ilə olan komissiyadır, cərrahi komissiyası. Bütün ölüm hadisələri əlbəttə ki, hər dəfə araşdırılır. Burada texniki səhv var, həkimin günahı var. Ucqar yaşayış məntəqələrində ixtisaslı həkim çatışmamazlığının aradan qaldırılması da həlli vacib məsələlərdən biridir. Səhiyyə naziri Oqtay Şirəliyevin sözlərinə görə artıq bu sahədə də müəyyən işlər görülür. İndi bütün işə qəbul tibb işçilərin mərkəzləşdirilmiş qaydada olunur. Həm həkimlərin, həm də orta tibb işçilərin. Bütün Azərbaycan üzrə vakant yerlər həm Səhiyyə Nazirliyinin saytında, mətbuatında və s. verilir və bütün insanlar ora elektron vasitəsilə öz sənədlərini verə bilir. Və bu yaxınlarda mərkəzləşdirilmiş imtahan keçirtdi və sevindirici haldır ki, regionlarda, rayonlarda o yerlər ki, illərlə boş idi, vakant idi, elə 40 nəfər həkim ora həvəslə sənədlərini də vermişdi, imtahanlarını da uğurla verdilər. Nazir onu da bildirib ki, artıq səhiyyə sahəsində aparılan uğurlu islahatlar öz müsbət nəticəsini verib. Məhz buna görədir ki, öz müalicəsi üçün xaricə üst tutan ölkə vətəndaşlarının sayında azalma müşahidə olunur. Daşqın Güneyli, Ziya İsmailov, Aygün Qasımova, LTV, Bərdə.